Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. İyul ayının 30-da Ordubad rayonunun Tiri kəndində hələ ki hava aydındır. Hava haqqında məlumatda deyirlər ki, malında sabit xəbərdarlıq olunur. Külək olacaq, leysan qopacaq. Hələ ki hava çox sakitdir. Səhər-səhər ən vacib işlər kərdiləri suvarmaq. Şu kərdisini bir həftədir suvarmırıq. Hələ yaxşı qalır. Su içsin. Yaydan 40 gün getdi hardasa. Günlər necə gəldi geçdi xəbərimiz olmadı. İş güc, yeşnəsək işlər başımıza o qədər qatıb ki, hamısı da bir-birinə bənzəyən. Yay fəslinin necə gəlib geçdiyindən xəbərimiz olmur. Cırcırama yay bahar nəğmə deyib cırıldar. Bizim şuna bənzəyir. Bir fərqimiz var ki, cırcırama mahnı oxuyur. Qışa bir şey tədarik görmür. Bizim bütün səylərimiz qış vazifəsi toplamaqdır. Hava istidir, 30 dərəcənin üstündə. Səhər-səhər deməyəm, ümumiyyətlə hava istinibdir. Hara su dəyir, bir günə yaşıllaşır. Şeyh də gəlməyə başladı. Avqust ayının 5-dən sonra şeyhi gözləyirik. Tutub bir dərdə çıxsaq, bəlkə odur. Çox seyrək qalıb üstündə meyvələri. Keçən il 8 dəfə, bu il 5 dəfə maksimum. Ona da deyim ki, keçən il birinci, ikinci çırpımın külək çox döymüşdü. Bu il hələ ki təbii fəlakət olmayıb. Kərdi yaxşı düz düzəldilib. Ləb-ələb doğur. Toxumluq soğanımız da var. Bir kişi almışdım. 5-6 kilo işlətdik. Nə qədər qalmışdı? Hamısını bitirdik ki, toxum olar bəziləri. Yaxşı inkişaf eləmədi. Məhkələrdən o tərəfdə bir kərdi düzəltmişdik 5-6 dərəcədə. Burada əymişdik soğan. Peki, toxumlayan var. Bir tərəfdən alaq, bir tərəfdən məhkə imkan verməyib. Soğan yazıq, neynəsin. Məhkələr də işsin. Yeri bərk olub, nədirsə bu məhkələr elə yaxşı inkişaf eləmədi. Ancaq kərdinin yaxınlığındakılar 3 metr yarım, 3 metrə qədər boy sürüb. Sağ olun hörmətli izləyicilər, səhər-səhər bəzi işlər var, onları yekunlaşdıraq. Növbəti videolarda görüşürük.